Əgər müştərinin hüquqlarının pozulması və yaxud da hüquqşünasın susması dövlətə, cəmiyyətə hər hansı bir zərər vurma təhlükəsi yaradırsa, təbii ki, bu halda hüquqşünasın susması tənqid edilə bilər. Ədalət hər bir halda mütləqdir, amma qanun isə nisbidir. Yəni mütləq və ya nisbi anlayışları bir-biri ilə müqayisə etmək ağlabatan deyildir. O bununla onu ifadə edirdi ki, qanun ədalətsiz olsa belə mənim barəmdə çıxarılmış qanun mənim üçün ədalətlidir. Süni intellekt hər hansı bir hüququn və yaxud da ictimai münasibətin tənzim edilməsini deyil, orada standartların müəyyən edilməsinə köməklik edə bilər. Hüquqşünasın susması bəzən etik sayıla bilər, bəzən qeyri-etik sayıla bilər. Bu ilk növbədə susmanın kontekstindən, yəni məzmunundan asılıdır. Belə ki, əgər müştərinin hüquqlarının pozulması və yaxud da hüquqşünasın susması dövlətə, cəmiyyətə hər hansı bir zərər vurma təhlükəsi yaradırsa, təbii ki, bu halda hüquqşünasın susması tənqid edilə bilər. Amma müştərinin hüquqlarının müdafiəsi və yaxud da dövlətə və cəmiyyətə müsbət təzahür edilən bir hərəkətlər olduğu halda bu hüquqşünasın susması təbii ki, etik sayıla bilər. Yəni burada yekun olaraq, nəticə olaraq belə bir qənaətə gəlmək olar ki, hüquqşünasın susması hər bir halda onun kontekstindən, yəni məzmunundan asılıdır. Qanunla ədalət əslində bir-birini tamamlayan və bir-birinə təzahür edilən anlayışlardır. Amma onların bir-biri ilə müqayisəsi anlaşılan deyil. Bu ilk növbədə niyə belə qəbul edilməlidir? Çünki qanun qaydalar toplusudur. Qaydalar toplusunu qanunu tənzimləyən bir təzahürlə müqayisə etmək ağlasılan deyildir. Çünki ədalət hər bir halda mütləqdir. Amma qanun isə nisbidir. Yəni mütləq və ya nisbi anlayışları bir-biri ilə müqayisə etmək ağlabatan deyildir. Bu anlama gəlir ki, ədalət hər bir halda qanunun aliliyini təmin etməklə bərabər həm də qanunun mənəvi kompası hesab edilir. Yəni qanun əgər düzgün müəyyən edilibsə, ədaləti təmin edirsə, bu halda o qanun ədalətli hesab olunur. Göründüyü kimi, qanunun yanında ədalətli söz var. Bu deməkdir ki, qanunla ədalət bir-biri ilə müqayisə oluna bilməz. Ona görə də onlar arasında seçim imkanı etmək düzgün deyildir. Hüquq həm sənətdir, həm də peşədir. Sənət ona görə ki, hüquq həm də qaydaların, qanunların, məhkəmə praktikasının və qanuni mövqelərin tətbiqindən ibarətdir. Bu, o halda artıq belə deyək, sənət kimi təzahür oluna bilər. Amma hüquqa həm də bir peşə kimi yanaşsaq, həmin qaydaların, qanunların bir humanist nöqteyi nəzərindən tətbiqi isə hüquqşünasın artıq bir bacarığıdır. Yəni, hüquqşünas qanunların ədalətli tətbiqi həm də onun bir harmoniyası ilə tətbiq oluna bilər ki, bu isə onun sənət kimi yox, peşə kimi təzahür olunmasına gətirib çıxarda bilər. Bu suala cavab verməmişdən öncə Sokratın qanun və ədalət haqqında bir anlayışlarını nəzərdən keçirmək lazımdır. Sokrat hər bir halda qanuna riayət etməyin vacib olduğunu sayırdı. O deyirdi ki, qanun ədalətsiz olsa belə ona tabe olmaq lazımdır. Amma görkəmli mütəfəkkirlər daha sonra qanunun ədalətli olduğu halda vətəndaşın ona tabe olmağını sübuta yetirə bildilər. Amma Sokratın bu sözünü onun ölüm hökmünü icra etməsi ilə bağlı bir vəziyyətə nəzarət eləyə bilsə və yaxud ona bir diqqət edə bilsə, görərik ki, Sokratın ölüm barəsində, yəni ona ölüm hökmü, ona Atina cəmiyyəti ölüm hökmü çıxartmışdı, amma onun həmin türmədən qaçmaq kimi imkanları var idi. Amma o onu seçmədi. O ölüm hökmü icra etməmişdən öncə bitki dərmanı içməklə özünü ölmə məhkum etdi və o bununla onu ifadə edirdi ki, qanun ədalətsiz olsa belə mənim barəmdə çıxarılmış qanun mənim üçün ədalətlidir. Yəni o qanunun onun barəsində çıxarılmış ölüm hökmünü özü icra etməsi daha sonra onun böyüklüyünün və fəlsəfi dünyasının genişliyini sübuta yetirə bildi. Ədalət ilahəsinin gözləri bağlı olması onun ədaləti görməməzliyindən irəli gəlmir. Onun gözünün bağlı olması onun qarşısındakı şəxsin kimliyindən, sosial statusundan, milli, irqi, dini mənsubiyyətinə asılı olmayaraq fərqinə varmaması. Yəni, onun ədaləti görməməsi onun görməməzliyindən deyil, onun fərqləndirməməsindən irəli gəlir. Bu halda ədalət ilahəsinin məhkəmə prosesində görməsi çətinlik yaratmazmı sualı artıq burada bir qədər dilemma yarada bilər ki, əgər sən nəyisə görmürsənsə, orada ədaləti necə müəyyən edə bilərsən? Amma ədalət ilahəsi həmin, çünki o şəxsin kimliyini deyil, nə etdiyi barəsində hökm çıxardır. Şəxsi dini təriqətindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq müəyyən edə bilir. Bu isə onun şəxsin görməməzliyindən deyil, ən sonda fərqləndirilməməsindən irəli gəlir.
Süni intellekt hazırda müasir cəmiyyətimizə daha çox eyni zamanda qanunların tətbiqinə, dövlət idarəçiliyinə tətbiq oluna bilən bir fenomendir. Amma süni intellektin hakimləri əvəz etmək kimi bir rolu ola bilməz. Bu ilk növbədə ona görədir ki, hər bir halda qanunların tətbiqi zamanı müəyyən emosiyanın, müəyyən harmoniyanın, eyni zamanda müəyyən ictimai və fərdi xüsusiyyatın nəzərə çarpması və tətbiq edilməsi vacibdir. Amma biz bunu qanunların tətbiqində süni intellektə haqq qazandıra bilmərik. Yəni süni intellekt normalda bunu edə bilməz. Çünki süni intellekt hər hansı bir hüququn və yaxud da ictimai münasibətin tənzim edilməsini deyil, orada standartların müəyyən edilməsinə köməklik edə bilər. Amma biz süni intellektin hakimin əvəz etməsi yox, hakimin köməkçisinin əvəz etməsi kimi qiymətləndirə bilərik. Məsəl üçün, müəyyən kontekstlərin hazırlanması, müəyyən ssenarilərin hazırlanması sırf hakim köməkçisi kimi süni intellektin rolunu qeyd etmək olar. Amma müəyyən qərarın qəbul edilməsi, standartdan kənar müəyyən qərarın qəbul edilməsi artıq süni intellektin bacara biləcəyi bir şey olmamalıdır. Məsələn, uşaqla valideyn arasında qəyyum mübahisələrində süni intellektin həmin hissədə qərar vermə bacarığı artıq ağlabatan olmayacaqdır. Çünki həmin halda müəyyən həyat təcrübəsinin və müəyyən fərdi hüquq, yəni iş təcrübəsinin olması lazımdır ki, bunu da təbii ki, biz süni intellektdə axtarıb tapa bilmərik. Ədalətin sırf qanunun ailə münasibətdə vacibliyini müəyyən etmək üçün ilk növbədə ədalətin hüquqa hansı münasibətdə təzahür etməsini müəyyən etmək lazımdır. Yəni, ədalət əslində hüququn məqsədidir. Ədalət hüquqa gedən bir yol, onun əlçatımlığı müəyyən edən bir vasitədir. Amma biz qanunun aliyi ilə ədaləti bir-birinə müqayisə etdiyimiz halda, təbii ki, qanunun aliliyi ədalətdən üstün mövqedə olacaqdır. İlk növbədə ona görə ki, əgər qanunun aliliyi ədalətin tam tarazlaya bilir və yaxud tamamlaya bilirsə, bu halda həmin qanunun aliliyindən danışmaq olar. Lakin bəzi hallarda onlar arasında müəyyən ziddiyyətlər də olur. Həmin ziddiyyətlərin aradan qaldırılması isə ilk növbədə qanunun və qanunu tətbiq etmənin vacib strukturundan asılıdır. Müasir cəmiyyətdə qanunun aliliyi və yaxud da ədalətin müqayisə edilməsi əslində sual yaratmır. Müasir cəmiyyətdə qanunun aliliyi o formada tətbiq olunur ki, orada doğrudan da ədalətin özü olsun, yəni ədalətin mərkəzi olsun. Bu o deməkdir ki, qanun o halda ali hesab olunur ki, onun ədalətin təcəssümü olsun və ədaləti təmin edə bilsin.